56 yaşında pasiyentimiz 3 ay öncəsində bulantı, qusma, qanlı nəcis ifrazının, melenanın olması şikayəti ilə klinikamıza daxil olmuşdur. Aparılmış müayinələrdə 12 barmaq bağırsağın 4-cü şöbəsində bir törəm aşkarlandı və yenidən endoskopik ultrason edildiyi zaman pasiyentdə 12 barmaq bağırsağın 4-cü şöbəsinin gastrointestinal stromal tumor olduğu qənaətinə gəlindi və pasiyentimizdə əməliyyata alınaraq 12 barmaq bağırsağın 4-cü şöbəsi rezeksiya edildi və 12 barmaq bağırsaqla incə bağırsaqlar arasında anastomoz edildi. Əvvəl ağrılarım olurdu, yenə əziyyət çəkirdim. İndi isə şükür yaxşıyam. Bəs qanlı nəcis ifrazı, qara nəcis? Yoxdur, heç nə görmürəm. Artıq bunlar heç biri görülmür. Bulantınız, qusmanız, heç bir şeyiniz yoxdur. Hər şey yolunda. Gözəl. Bugün əməliyyatımızın 3-cü ayındayıq və pasiyentə yenidən tomoqrafiya çəkdirdik və hər hansı bir patologiya aşkar edilmədi.